Salam, hər vaxtınız xeyir olsun. Biz qurğularımızı qurduq. Hər şey yüksək səviyyədə. Artıq kombimizi də işə salmışıq. Gördüyünüz kimi kombi 42 dərəcəni yığıbdı. Saat kimi işləyir. Bütün radiatorlar hər biri istidir. Yəni ki, dostlar, burada istilik sistemində problem var idi. Problem o idi ki, 14 toska radiator var. Demək olar ki, yarısına istilik getmirdi. Gördüyünüz kimi biz dəncə qabı vasitəsilə və devriyyə nasosu vasitəsilə bütün radiatorların hər birini isti etdik və artıq hər şeyi yüksək səviyyədə ev sahibinə təhvil verdik. Bizim əvvəlcə komimizin devriyyə nasosu birbaşa evi devr edirdi. Evdə də çox borular istifadə olduğu üçün axırıncılara istilik gedib çatmırdı, axırıncı radiatorlara. Və indi isə kombi ancaq ötürür dəncə qabına və dəncə qabından götürür özünə. Dəncə qabından sonra qoyulan devriyyə nasosu evi birbaşa devr edir. Və kombi fasilə verdikdə devriyyə radiatorlarda pastayanlı dayanmır, gedir. Bu da komfort yaradır və bütün radiatorların hər biri isti olur. Allah amanında qalın, bu qədər. Kimdə belə bir problemlər olarsa bizə müraciət edə bilər və bunun həllini biz edirik. Səhifədə əlaqə nömrəmiz var. Bu qədər, Allah amanında qalın.